Bir daha salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə biz birinci sizinlə continue və break ilə bağlı olan anlayışlar diqqətinizə çatdıracağıq. Continue və breakın qurduğumuz yəni misallardakı təsir dərəcəsi ilə tanış olacağıq. Birinci ona baxırıq. Təsəvvür eləyək ki, mən A bərabərdir bir siyahı daxil eləmişəm. A bərabərdir bir siyahı daxil eləmişəm. Və siyahının içərisində də müxtəlif elementlər yazmışam. Ondan sonra for, i, in, a. Biz bildik ki, burada for, i, in, a bu siyahının elementlərinə tək-tək müraciət üçün nəzərdə tutulub. Yəni bu siyahının elementlərinə tək-tək müraciət üçün nəzərdə tutulub. İndi biz forun içində if-i öyrənirik. Məsələn, yazmışam if i böyükdür, yazıram 3-dən və 3 yox, gəlin belə yazaq. Böyükdür 5 yazıram, qoşa nöqtə və print i yazıram. Yəni deyirəm ki, hansı qiymətlər ki, şərt böyükdürsə, onları çap eləsin. Yəni hansılar ki, böyükdürsə, onları çap eləsin. Hətta biz proqram modulumuzu çalışdırdıqda belə yəni ekrana çap olunacaq bu qiymətlərimiz. İndi bu qiymətlər hardan gəldi, necə işlədi? Yəni bu düzdür, çox sadə struktur olmuş olsa da biz mütləq buna izah verməliyik ki, digərlərini keçid eləyək. A siyahısının yazılması ilə bağlı heç bir problemimiz yoxdur. Görürük və razılaşırıq. For i in A, i'nin qiymətləri A-nın içindədir deməkdir. Yəni i birinci 4 olacaq, daha sonra 9, daha sonra 8, daha sonra 5, daha sonra 6, daha sonra 3, düzdürmü? Və burada indi şərt var. Bax, bu dövrə müraciətlərin sayı qədər bu şərt yoxlanır və hansı şərt doğrudursa o qiymətlər çap olunur. İndi burada yoxlayıram. 4 böyükdür 5-dən. Şərtimiz doğru deyil deyənə çap getmir. 9 böyükdür 5-dən. Şərtimiz hədir deyənə print i. i'nin qiyməti 9 olduğuna görə 9 çap olunur. 8 böyükdür 5-dən. Şərt doğrudur deyənə 8 çap olunur. 5 böyükdür 5-dən. Şərtimiz yoxdur deyənə çap getməyəcək. 6 böyükdür 5-dən. Şərt doğrudur deyənə 6 çap olunacaq. 3 böyükdür 5-dən. Şərt doğru deyil deyənə heç bir çap getməyəcək. Deməli biz aldıq alt-alta 9, 8 və 6-nı. Həqiqətən də proqram ilə də eyni cavab aldıq. Yəni hansı şərtlər doğrudursa onlar çap elədi. Bəzən isə burada i yazılmır, eləcə belə yazılır. A indeks, baxın, A indeks i yazılır. Bu zaman bizim yenə də cavab variantlarımızda elə bilirik ki, 9, 8, 6 çap olunur. Yəni bu zaman həmin elementlərin indeksləri çap olunur. Məsələn, bax burada deyirik ki, biz şərt ödəndi də, yəni 9-dadır. Burada 9-un indeksini istəyir. Bu da 9-un indeksi 0, 1, 2, 3, 4, 5-dir də. 9, 8 və 6-da. Ona görə də 1, 2, 4, yəni bu vəziyyətdə çap olunur. Yəni hansılarda ki, şərt doğrudursa, həmin elementlərin indekslərini bu vəziyyətdə çap etmiş olacaq. Bir də var ki, biz məsələn deyirik ki, indi yeni bir kəmiyyətə keçid alırıq. Öyrənirik continue və break'ı. Continue bizim üçün davam etmək deməkdir. Məsələn, bax burada yazıram. Continue. Biz məsələn sizinlə xüsusi təyinatlı sözlərdə continue'nun adını görə bilirdik ki, onu dəyişənin adı kimi verə bilmərik də. Continue biraz tərsinə işləyən bir proqramdır və biz continue'nun aşağısında printi bu vəziyyətdə yaza bilmərik. Yəni bizim şərtimiz, yəni çap olunacaq komandamız, yəni bu vəziyyətdə yazan kimi bizim üçün baxın heç nə çıxartmayacaq və print i, yəni ki, heç vaxtı continue baxın bu vəziyyətdə olanda ekrana heç nə çıxartmayacaq. Yəni niyə görə? Çünki i böyükdür 5-dən, şərt doğru olanda continue'ya düşüb continue özündən aşağı düşməyə imkan vermir. Baxın bax, biz əgər continue'ya gəlib çatırıqsa, yəni ona gəlib dəyiriksə, bu aşağı düşməyə imkan vermir. Burada da biz deyirik ki, yalnızca şərt böyük olanda, yəni şərt baxın bax, yalnızca deyirik ki,
şərt doğru olanda gəlsin kontinuya. Bu printdəki continuedan asılıdır. Yəni continue'nun altındadır. Ona görə də heç nəyi çap etməyəcək. Amma bizim testlərdə olan məsələlərimiz hansı vəziyyətdə olur? Bax, bunu nəzərimizdə saxlamalıyıq. Testlərdə biz görürük sualları, məsələn, bu vəziyyətdə. O zaman, yəni orada continue printin yeri bax, if-in altında yazılır. Yerlərinin fərqinə varmaq lazımdır. Baxın, if-in altında yazılır və bu zaman biz bunu çap edəndə bizim qiymətlərimiz 4, 5, 3 çap olunur. Niyə görə? İndi baxaq. Bax, yoxluyuram. 4 böyükdür 5-dən. Burada şərtimiz doğru deyil də, düzdürmü? Şərtimiz doğru deyil deyənə biz continue'ya gələ bilmirik də. Və buradan qapı açılmır. Biz continue'ya gələ bilmirik. Bu if print if ilə eyni sətirdə yazıldığına görə i-nin 4 qiymətini çap eləyir. Bax, i-nin 4 qiymətini çap eləyəcək. Və keçir baxın bax burdan dövrdəki növbəti qiymətə. İyni götürür, iynin qiyməti 9-dur. 9 böyükdür 5-dən. İndi qapı açıldı, biz continue'ya gəldik. Və continue'ya gəldik deyənə, continue'nin aşağısında olan heç nəyi icra eləyə bilmərik. Bu da onsuz da continue'nin aşağısında olan, yəni continue ilə eyni sətirdə yazılan heç nə yoxdur. Onda da yəni bura qapı açıldı deyənə, daha biz bir də yəni bax continue'nin aşağıda olan heç bir koduna baxa bilmirik və buradan birbaşa gəlməliyik növbəti qiymətimizə. İndi gəlirik 8-ə. 8-də də yenə də eyni vəziyyət. 8 böyükdür 5-dən. Qapı açılır, continue'ni görür. Continue'ni görəndən sonra özündən yuxarı və aşağı qalxmağa imkan verməyəcək. Sonra 5-i görür. 5 böyükdür 5-dən. Şərt doğru deyil deyənə bu continue ilə rastlaşmır. Yəni buradan qapı açılmır. Ona görə də gəlir printə, bax 5-i çap eləyəcək. Sonra 6 böyükdür 5-dən şərt doğrudur. Qapı açılır, continue'ni görür. Continue'ni görəndə aşağı və yaxud da belə deyək də özündən aşağıdakı kodları müraciət eləyə bilmir. Ondan sonra gəlirik buradan. İ də təzədən keçdik i-nin növbəti qiyməti 3. 3 böyükdür 5-dən şərt doğru deyil. Print i 3-ü çap eləyəcək. Onda siz bunu hansı vəziyyətdə yadda saxlayırsınız? Təqdim elədiyimiz qiymətlərin içərisində hansılar şərti ödəmirsə, onlar çap olunacaq. Hansılar şərti ödəyirsə, onlar çap olunmayacaq. Sanki elə bil ki, continue'nun tərsinə işlədiyini deyirik. Şərt doğru olanda həmin elementi çap etmir. Şərt yalan olduqda isə həmin elementi çap etmiş olacaq. Bax, bu vəziyyətdə ifadə etmiş olarıq. İndi bəzən burada, baxın bax, indi gəlirəm buradan siyahının elementlərini gətirirəm buradan bir dənə, baxın yazıram, bir dənə burada yazıram, məsələn 9. Bax, belə bir şey yazıram. Biz yenə də proqramı çalışdırsaq, bizim qiymətlərimiz 4, 5, 3 çap olunacaq. Baxın, biz continue'nu çalışdırdıq, bax, belə yazdıq. Bizim qiymətlərimiz 4, 5, 3 olacaq. Niyə görə? Çünki 9 böyükdür 5 şərti də doğru olmayacaq. Yəni 9 böyükdür 5 şərti də doğru olmayacaq. Bəs bunu niyə görə yazdım? Bunu niyə görə yazdım? Baxın yoldaşlar, buradan əgər mən gəlib, bu printi forun altında yazsam, onda bunun ifə də aidiyyatı, yəni onda bunun ifə aidiyyatı olmayacaq. Onda bu, baxın, yəni burada onda continue if mənasız olacaq. Bu sadəcə i dəyişəninin sondakı qiymətini nəticə olaraq ekrana çıxardacaq. Baxın, yəni bir daha göstərirəm. Bu print əgər for sətli ilə eyni yerdə yazılsa, onda yəni orada continue və if-in heç bir fərqi yoxdur. Yəni şərtin doğru olub olmamasının bizim cavabımıza aidiyyatı olmayacaq. Yəni o zaman isə for i in a-da i dəyişəninin sonuncu qiyməti olan 9 nəticə olaraq ekrana çap olunmuş olacaq. Əminəm ki, bura qədər bir problem yaşamadıq. Növbəti keçid alaq sizinlə. Continue'nun biraz ögey bacısı var. Bu, yəni belə deyək də, bu tamamilə ondan fərqli işləyir, yəni break. Break isə break çox sərtdir. Yəni proqram fraqmentində onun qarşısına çıxan ədədləri ardıcıl olaraq yoxluyur. Əgər yalandırsa onu çap eləyir, doğru olan kimi o dəqiqə dayanmış olacaq. Yəni doğru olan kimi o dəqiqə dayanır və dayananda
doğruda aldığı qiyməti də çap etmir. Yalnızca ondan əvvəl aldığı yalanları çap eləyəcək. Yəni yalnız və yalnız yalanları çap eləyəcək. Breakla continue'nun fərqi var ki, continue ona i'yə təqdim olunan bütün ədədlərə müraciət eləyir. Hansılarda şərt doğru deyilsə onu çap eləyir. Amma break birinci ədədi yoxlayır, yalandırsa çap eləyir. İkincini yoxlayır, yalandırsa çap eləyir. Üçüncünü yoxlayır, doğrudursa orada dayanır. Daha yəni ya növbəti qiymətləri yoxlamır, ya da o ilk doğru aldığı cavabı çap etməyəcək. İndi biz bayaqki kimi burada belə yazanda heç bir cavab almayacağıq. Yəni burada yenə deyirəm, baxın, biz buradan bu əgər breakla continue'nun aşağısında yazsaq if'i, onda printi onda cavabımız olacaq boşluq. Yəni print birbaşa breaka aiddir. Bizdə də deyirik ki, məsələn, bax 9 böyükdür 5-dən şərt doğrudur. Breakı doğru olan kimi qapı açılır, breakı görür və salam. Breakı ya özündən aşağı düşməyə, ya da özündən yuxarı qalxmağa imkan vermir. Yəni ordaca dayandırmış olacaq. İndi gəldik, baxın, mən bu vəziyyətdə yazdıq. İndi gələk breakı, break if'in altında yazılması doğru yazılış deyil. If'in altında yazılması doğru deyil. Printin altında mı yazdıq? Deməli, breakı printin altında yazdıq. İndi baxarıq, indi onu deyəcəm bircə dəqiqə. Deməli, gəldik, indi baxın, bu vəziyyətdə yazırıq. Bu vəziyyətdə yazanda bircə dənə 4'ü çap eləyəcək. Baxın, niyə görə? 4 böyükdür 5'dən şərt doğru deyil. 4'ü çap eləyir. Sonra 4'ü çap eləyəndən sonra gedir 9'u yoxlayır. 9 böyükdür 5'dən şərt doğrudur. Artıq break əsəbləşir. Şərt doğru görən kimi ya həmin o doğru aldığı qiyməti çap eləmir, ya özündən yuxarı, ya da özündən aşağı getmir. Ordaca dayanır və salam bircə dənə yalanı çap etmiş olacaq. Yəni daha digər qiymətlərdə yox alması onun üçün maraqlı olan bir komanda deyil. Buraya continue'dakı kimi burada da print əgər forun altında yazılmış olsa, onda bizim cavabımız sadəcə i dəyişəninin son qiyməti olan 9 ekrana çap olunmuş olacaq. Daha sonra ən çox qəbullarda qarşımıza çıxan sual. Məsələn, burada yazmışam 96. Baxın, birinci biz doğru ilə başlayırıq da. 96 böyükdür 5-dən. Şərti doğru ilə başlayırıq da. Doğru ilə başlayanda onda break heç nə çap eləmir. Yəni kursor sadəcə ekranda yanıb sönür. Yəni ekrana heç nə çap olunmayacaq. Əgər breakda şərt doğru ilə başlayırsa, onda ekrana heç nə çap olunmayacaq. Bax, bunu da diqqətimizdən çıxartmırıq. Daha sonra keçək indi müəllimənin sualına. Print i yazdım, ondan sonra break yazdım, düzdürmü? Baxın, burada biz break'ı görən kimi, yəni bizim komandamız break'ı görən kimi misalı dayandırır. İndi baxın, burada gəlir for i in a, i'nin ilk qiyməti təsəvvür edək, yazdıq 96, düzdürmü? 96 böyükdür 5-dən, şərtimiz doğru olacaq. Şərtimiz doğru olduğuna görə biz yəni komanda olaraq davam eləyirik. Baxın, qapı açıldı. Qapı açılan kimi print i komandasını gördüm. İ'nin qiyməti 96-dır. 96'nı çap elədi. 96'nı çap eləyən kimi break'ı gördü. Break da deyir ki, sən mənə gəlib çatmısansa, deməli mənim aid olduğum şərt operatoru doğru olub ki, sən gəlib mənə çatmısan. Orada dayandırır. Ya özündən yuxarı, ya da özündən aşağı heç nəyə baxa bilməyəcək. Continue'da isə indi gəlin bunu continue'ya aid edək. Continue'da isə bu necə olacaq? Baxın, continue'da bu necə olacaq? Continue break'dan fərqli işlədiyinə görə orada bir neçə dənə cavab alacaq. Yəni, baxın, continue şərt doğru olanda özündən aşağıdakını icra eləyə bilmir. Amma gedib növbəti qiyməti götürür. Ona görə də burada i böyükdür 5 şərtini ödəyən bütün ədədlər çap olunacaq. Yəni, sanki bu vəziyyətdə yazanda heç burada, yəni continue bizim üçün təsirsiz bir element rolunu oynamış olacaq. Bura qədər kiminsə sualı varmı? Başa düşmədiyimiz, qaranlıq qalan, nə isə anlamadıqsa suallarınızı verin.
Aha. Davam eləyə, elə bunun üzərində davam eləyirəm. A bərabərdir. Qiymətlər yazmışam. 7, 9, 8 və yazıram 0. Bax, belə bir şey yazmışam. For i in a yazıram. İndi belə bir şey yazıram. If i qalıq 2 bərabərdir 0 və buradan diqqətli olmağınızı belə deyək də çox vacib bir anlayışdır burada. Yazıram S bərabərdir S plus 1 və bura yazıram continue. Baxın bax, continue belə yazdım. Növbəti bir dənə də if yazıram. I qalıq yazıram. 3 bərabərdir 0, qoşa nöqtə yazıram S bərabərdir S plus 2 və burada yazıram else S bərabərdir S plus 2 belə yazaq və S bərabərdir S plus i belə bir şey yazdım və salam. Buradan da yazıram S bərabərdir S plus 1 və print S. Belə bir misallar yəqin ki, qəbullarda görmüsünüz. Bu suallarımızı biz buradakı ifi bir neçə qaydaya bölürük. Bax, bu if olacaq burada. Və bu iflə else ikisi birlikdə işləyəcək. S bərabərdir S plus i sərbəst həddir. Dövrə müraciətlərin sayı qədər icra oluna bilər. Yəni continue'dan asılı olaraq. Continue burada hansı ifə aiddirsə, yəni hansı ifin şərtinə diqqət eləyəcəksə, onun aşağısında yazılır. Deməli, continue aiddir bax bu ifə. O biri ifdə şərtin doğru və yaxud da yalan olması continue-nu aktiv və yaxud da deaktiv edə bilməz. Yəni bunu başa düşürük, düzdürmü? İndi başlayırıq misalımıza. For i in a. İ'nin qiymətləri a-nın içərisindədir. Mən i bərabərdir yazıram 7. I bərabərdir 9, i bərabərdir 8, i bərabərdir 0. İndi baxın, bax, burada i bərabərdir 7-ni götürmüşəm. 7-nin 2-yə bölünməsindən alınan qalığımız 1-dir. 1 bərabərdir 0 şərti doğru deyil, yəni yox olacaq. Ona görə də qapı açılmır, biz aşağı düşmürük. Keçirik o biri ifimizə. 7-nin 3-ə bölünməsindən alınan qalığımız olacaq 1. 1 bərabərdir 0, doğru deyil. Bu ifin else-si var. Keçirəm else-yə. S bərabərdir S plus 2. 0-ın üzərinə 2 gəldim 2. S bərabərdir S plus i sərbəst həddi. Onun i-nin üzərinə də, S-in üzərinə də 2 gəldik, oldu 9. İ bərabərdir 7-də prosesimizi yekunlaşdırdıq. Bəzi yoldaşlar sual verir. S bərabərdir S plus 1 niyə icra olunmur? Bu, ən sonda, yəni dövrə müraciətlərin sayı bitəndən sonra, ən sonda bircə dəfə yerinə yetirilmiş olacaq. İ bərabərdir 9-da. 9-un 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 bərabərdirmi 0? Şərt doğru deyil. Yəni qapı açılmır, aşağıya düşmürəm. Sanki yəni continue-nu görmürəm də. 9-un 3-ə bölünməsindən alınan qalıq 0-dır. 0 bərabərdir 0, şərt doğrudur. Doğrudur deyənə S bərabərdir S plus 2 icra olunur. S-in son qiyməti 9 idi. 9-un üzərinə 2 gəldik, aldıq deməli 11-i. Düzdürmü? Daha sonra S bərabərdir S plus i. 11-in üzərinə 9 gəldik, aldıq 20. Deməli, i bərabərdir 9-da da prosesi yekunlaşdırdıq. I bərabərdir 8-ə keçirəm. I bərabərdir 8-də, 8-in 2-yə bölünməsindən alınan qalıq 0-dır. 0 bərabərdir 0, şərt doğrudur. S bərabərdir S plus 1, yəni qapı açıldı. Düşdüm S bərabərdir S plus 1, aldım 21 və continue-nu gördüm. Continue deyir ki, ay yoldaş, sən mənə gəlib çatmısansa, məndən aşağıda olan, yəni bax deyir ki, belə deyir də, bax deyir ki, mənimlə eyni sətirdə yazılan mənim ifim var ha, bax bu if var ha. Bununla bu if ilə eyni sətirdə yazılan heç bir komandanı ya yoxlamağa, ya da icra eləməyə icazə vermir. Ona görə də ya bu sətir, ya bu sətir, ya bu sətir, ya bu sətir, ya bu sətir heç biri yoxlanmır və icra olunmur.
Və biz gedirik, i-nin növbəti qiymətini götürürük. Axı deyirik ki, kontinu doğru olanda aşağı düşmür, amma yuxarıdan qalxıb növbəti qiyməti götürür. İndi gəldik i bərabərdir sıfıra. Sıfırın 2-yə bölünməsindən alınan qalıq sıfırdır. Sıfır bərabərdir sıfır, şərt doğrudur. S bərabərdir S plus 1. 21-in üzərinə 1 gəldik, aldıq 22. Yenə kontinuumla rastlaşdım. Deməli, kontinu özündən aşağıda olan, kontinuunun aid olduğu if ilə eyni sətirdə başlayan heç bir komandaya müraciət etməyə imkan vermir. Əgər növbəti qiymət varsa, onu götürməyə icazə verir. Baxırıq ki, növbəti qiymətimiz artıq yoxdur. Gəlir, baxın, S bərabərdir S plus 1. S-in qiyməti 22 idi. Üstə 1 gəldi, 23. Print S 23-ü çap etmiş olacaq. Deməli, S-in başına bu boyda hadisələr gəlir. Ən sonda gəlir, baxın, 23-ü almış olacaq. Yəni, ən sonda gəlir, 23-ü almış olur. Kim nəyi başa düşmədi, nə qaranlıq qaldı, nəyi anlamadıq, yəni nədə problem varsa suallarınızı verin. Yəni nəyi başa düşmədik, nədir problem yaradan? İndi birini sizə verəcəm. Hə, heç bir sual yoxdur yəqin ki. Birini sizə verək, deməli. Növbəti bir sual sizə veririk. Zəhmət olmasa hər kəs chat bölməsində cavablarını yazmağa çalışsın. A bərabərdir yazıram 17. Sonra 18 və daxil eləmişəm 13 belə bir qiymət. Yazıram ki, for i in a yazıram və yazıram if i qalıq 3, deməli qalıq 3 bərabərdirsə 2, onda yazıram ki, buradan da bir dənə S bərabərdir, yazaq tutalım 5. Yazıram ki, S bərabərdir, S plus 1. Sonra burada yazıram elif, i qalıq 2 bərabərdirsə 1. O zaman yazıram ki, deməli, S bərabərdir S plus 2 və continue belə bir şey yazdım. Else yazıram burada. Else yazıram. Yazıram S bərabərdir S plus i qalıq 5. Belə bir şey. S bərabərdir S plus 1. S bərabərdir S plus 2. Print S. Yazaq görək kim doğru cavab almış olacaq. Aha, cavab alanlarımız varmı? 13, 15 hərə bir cavab alıb.
Aha, gəlin deməli baxaq görək necə olur. Biz indi run eləyək görək kim doğru cavab alıbdı. 15 alanlarımızda cavab doğrudur. Deməli 15. 15 alanlarımızda cavabımız doğru olacaq. Biz 15 cavabını görürük. Əla. Gəlin keçək izahına ki, görək bu necə olur 15-i alır, hansı işlər gedir. Deməli, baxın, burada birinci for i in adıda i-nin qiyməti olacaq 17, i-nin qiyməti olacaq 18, i-nin qiyməti olacaq 13. Düzdürmü? İndi gəlirik. If, elif, else strukturunda necə idi? Əgər if şərti doğrudursa, biz elif, elseyə keçməyəcəyik. Əgər if şərti yoxdursa, elif yoxlayırıq, hərdirsə, daha bir də elseyə keçmirik. Əgər hər ikisi yoxdursa, onda elseyə keçirik birbaşa. Yəni bunu unutmamaq ilə. Burada elə bil ki, təkcə continue'nun şərtini yox, elifin də o xasiyyətini yadda saxlamaq lazımdır. Yəni elifin də o xasiyyətini yadda saxlamaq lazım idi. İ-nin qiyməti 17-dir. 17-nin 3-ə bölünməsindən alınan qalığımız həqiqətən də 2 olacaq. Düzdürmü? 2-nin 2-yə bölüm 2 2-yə bərabərdirmi? Bəli, şərt doğrudur. O zaman olacaq 5-in üstə 1 gələcək 6. Daha biz elif elsədəki heç nəyə baxmırıq. Çünki buranın şərti doğru oldusa, elif elsədəki heç nəyə baxmırıq. S bərabərdir S plus 1 olacaq 7. İ bərabərdir 18-də. 18-in 3-ə bölünməsindən alınan qalıq 0-dır. 0 bərabərdir 2, şərt doğru olmayacaq. 18-in 2-yə bölünməsindən alınan qalığımız yenə də 0 olacaq. 0 bərabərdir 1, şərt doğru olmayacaq. Keçirik birbaşa else-yə. S bərabərdir S plus 18-in 5-ə bölünməsindən alınan qalığımız olacaq 3. Alacağıq 10 və S bərabərdir S plus 1 olacaq 11. İ bərabərdir 13-də. 13-ün 3-ə bölünməsindən alınan qalığımız olacaq 1. 1 bərabərdirmi 2? Şərt doğru deyil. Keçirik 13-ün 2-yə bölünməsindən alınan qalığımız 1-dir. 1 bərabərdirmi 1-ə? Şərt doğru olacaq. Və burada S bərabərdir S plus 2. Gəldik burada 11-in üzərinə 2 gəldik. Bizə qaytaracaq 13-ü. Da continue'nun aid olduğu elif doğru oldu deyənə biz burada else-dir, S bərabərdir S plus I plus 1, S bərabərdir S plus bunları icra edə bilmərik. Baxırıq ki, görək növbəti qiymət varmı? Görürük daha növbəti qiymət yoxdur. Birbaşa gəlirik çap eləməyə. Çap eləməmişdən öncə S-in qiyməti 2 vahid artır, olur 15 və print S 15 çap olunmuş olacaq. Deməli, bəli, həqiqətən də doğru cavabımız olacaq 15. İndi bunun növbəti break adlı breakın təsirinə baxaq. For, məsələn, yazmışam A bərabərdir ya da belə yazmışam. S bərabərdir 0, for I in range yazmışam 4. Belə bir şey yazmışam. İndi yazmışam burada if qalıq deməli 2 bərabərdirsə 0, S bərabərdir S plus 1. Sonra yazmışam if, burada əksiyimiz var. I olmalıdır. Burada da yazıram təzədən i, qalıq 3 bərabərdirsə yenə də 0. Yazıram S bərabərdir S plus 2. Sonra yazıram burada else və else-də yazıram ki S bərabərdir S çıxılsın 1. S bərabərdir S plus I. S bərabərdir S plus I və print S yazmışam. Print S. Aha, burada bir dənə break'ı da yazın. Mən break'a görə yazmışdım bunu. Break'ı yazıram. Break'ımızı ki, görək necə olacaq. Deməli, yoldaşlar, burada diqqətli oluruq. Yəni, çox sadə əslində strukturdur. İ-nin qiymətini yazıram burada. 0, təzədən i bərabərdir 1, i bərabərdir 2 və i bərabərdir 3 yazdım. Düzdürmü? İndi baxın, yoldaşlar. 0-ın 2-yə bölünməsindən alınan qalığımız 0-dır. Şərtimiz hə olacaq. S bərabərdir S plus 1. Hə, nə yaxşı. 0-ın üzərinə 1 gəldik, oldu 1.
Təzədən i-nin qiyməti sıfırdır. Sıfırın 3-ə bölünməsindən alınan qalıq sıfır olacaq. Yenə də şərtimiz hədir. S bərabərdir S plus 2. Birin üzərinə 2 gəldim 3 və burayakı gördüm. Burayak bizi salamlayır və bizi yola salır. Deyir sağ ol. Yəni baxın bax ya özündən aşağı düşməyə imkan vermir, ya da özündən yuxarıya qalxıb i-nin başqa qiymətinə müraciət etməyə imkan vermir. Birbaşa printə müraciət etməyə icazə verir. Print ilə eyni sətirdə yazılan S bərabərdir S plus i. İndi sual eləyirsiniz, biz burada i-nin hansı qiymətini götürək? Biz hansı qiymətini götürüb çıxışa getmişiksə, yəni dayandırmışıqsa onu. Ona görə də 0 plus 3 olacaq 3 və 3 çap olunmuş olacaq. İndi gəlib biz proqramımızı run elətdirsək, eləcə 3-ün ekrana çap olunduğunu görə bilərik ki, cavabımız olacaq 3. Nəyi başa düşmürsünüzsə, məndən soruşa bilərsiniz. Yaxşı, keçid alaq, onda sizə bir sual ünvanlayaq. Yazıram. S bərabərdir 0. For i in yazmışam 7, 16 və 9. Belə bir qiymətlər qısa getsin. Qalıq. Deməli, qalıq 2 bərabərdirsə 0, S bərabərdir S plus 1. Sonra yazmışam if i qalıq 3 bərabərdirsə, qalıq 3 bərabərdirsə, deməli, bərabərdirsə 1, S bərabərdir S plus 2. Sonra burada yazıram break. Ondan sonra else S bərabərdir S plus 5. S bərabərdir S plus 5. S bərabərdir S plus 5. Print S. Cavabları siz deyin. Bu sizin yazırsınız. Aha. Baxaq görək cavablarımız necə olacaq. Run düyməsinə vurduq. Proqram fraqmentimizi çalışdırdıq. Cavabımız ekrana çap olundu. 7. Görək bu 7 hardan gəldi? i-nin qiyməti olacaq 7, i-nin qiyməti olacaq 16, i-nin qiyməti olacaq 9. 7-nin 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1 bərabərdirmi 0? Şərt doğru deyil. Keçirik o biri ifə. 7-nin 3-ə bölünməsindən alınan qalığımız 1-dir. 1 bərabərdirmi 1? Şərtimiz hə olacaq. Şərtimiz hə olacaq. Və, baxın bax, və S bərabərdir S plus 2. Sıfırın üzərinə 2 gələcək. 2 icra olunacaq. Break ilə rastlaşdıq. Break özündən aşağı düşməyə imkan verməyəcək. Özündən yuxarıdakı başqa qiymətləri götürməyə imkan verməyəcək. Yalnız çapa müraciət edəcək. S bərabərdir S plus 5. 2 üstə 5 gəldik. Olacaq 7. Print S 7 çap olunmuş olacaq. Aydın oldu mu? Başa düşdükmü? Qaranlıq qalan bir yeri varsa soruşun. Keçid alaq başqa bir nümunəyə. Yenə də sualım sizədir. S bərabərdir 0, A bərabərdir 7. For i in range yazmışam 10. İndi yazıram ki if A qalıq 2 bərabərdir 0.
bərabərdir 0, S bərabərdir S plus 3, sonra yazmışam ki, else və else yazıram S bərabərdir S plus 5. Müəllimə birinci ifdə ödəməyəndə axı printə düşür. Hansı sual, bayaqki suala görə deyirsiniz, Aysel müəllimə, elə biz də elə elədik də, printə düşdük. Printdə də S bərabərdir, S plus 5 var idi ondan öncə. Birinci ifdə yox, orada if elif idi. If idi, elif deyildi ki. S bərabərdir, S plus 5 və heç nə, print S. Yox müəllimə, orada elə deyildi. Biz şərt ifin şərti doğru olsa da olmasa da o biri ifə mütləq müraciət olunmalıdır. Yəni mütləq müraciət olunurdu. Siz dediyinizdə əgər orada continue olsaydı, orada break olsaydı aşağı düşməzdik. Bunu yazaq, indi geri qaytarıb bir də baxarıq. Cavabımız nə alınacaq burada? Biraz tələ sualdır. Həm tələ sualdır, həm də məntiqi sualdır. Aha, ə, deməli cavablarımızı 5 yazmısınız, amma 50 olacaq cavabımız. Niyə görə 50 olur? Gəlin baxaq. Bunu tək-tək hesablamağa ehtiyac yoxdur. Baxın, A dəyişəninin qiyməti 7-dir və A dəyişəninin qiyməti heç harda artmır, azalmır. A-nın qiymətini hər zaman 2-yə böləndə A-nın qiymətini hər zaman 2-yə böləndə biz else qoluna keçəcəyik və S bərabərdir S plus 5-i icra eləyəcəyik. Deməli, dövrə müraciətlərin sayı qədər biz 5-i müraciət edirik. Dövrə də müraciət 10 dəfədir. 0-dan 9-a qədər, 9 da daxil olmaqla qiymətlərində. 10 vurulsun 5 olacaq deməli 50. Cavabımız ona görə ekrana 50 çap olunmuş olacaq. Yəni birdə təkrar-təkrar bunu yəni yazmağa ehtiyac yoxdur. Yəni təkrar-təkrar bunu yazmağa ehtiyac olmayacaq. Aydındırmı? Başa düşdükmü? Kimdəsə problem yoxdur ki. Aha, buna aid başqa bir sual yazaq. Buna aid deyəndə fərqli bir şey yazaq. S bərabərdir 0 for i in range yazıram 13. Sonra 4, sonra 13 yazıram, tutalım 24. Sonra da bura yazmışam 8. Ondan sonra yazıram if, deməli qalıq 2 bərabərdirsə 0, s bərabərdir s plus 1 və aşağısından yazıram continue. Sonra yazıram if qalıq 3 bərabərdir 0. Yazıram S bərabərdir S plus 2 və break yazıram. Ondan sonra if deməli qalıq 2 bərabərdirsə 0-a, qalıq 2 bərabərdirsə 1-ə, S bərabərdir S plus 6, S bərabərdir S plus 1, S bərabərdir S plus 1, print S.
Nə alırıq? Baxaq görək nə alacağıq. Aha, biz bunu F5'e vururuq. Bəli, cavabımız ekrana 10 çap olunacaq. Cavabımız ekrana 10 çap olunacaq. Bəli. Baxaq görək bu 10-u hardan aldıq. Baxın yoldaşlar, i-nin qiymətlərini yazırıq 13. 13-ün üzərinə 8 gəlirik, olur 21. İndi 13-ü götürürük. 13-ün 2-yə bölünməsindən alınan qalıq sıfırdırmı? Şərt doğru deyil. 13-ün 3-ə bölünməsindən alınan qalıq sıfırdırmı? Şərt doğru deyil. 13-ün 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? Şərt doğru olacaq. S-in üzərinə 6 gəldik, 6. S bərabərdir, S plus 1 olacaq 7. 21 götürürəm. 21-in 2-yə bölünməsindən alınan qalıq 0. Şərt doğrudur. Şərt doğru deyil. 21-in 3-ə bölünməsindən alınan qalıq 0. S bərabərdir S plus 2. 7-ün üstə 2 gəldik, aldıq 9. Buraya haqqı ilə rastlaşdıq. Ya aşağıya gedə bilirik, ya da yuxarıya qalxa bilirik. Hər biri stopdur. Deməli, dövr burada bitir. Yalnız printə müraciət edə bilirik. Printdən əvvəl də S bərabərdir S plus 1 olacaq 10. Yəni onu çap edəcək. Bəli, tamamilə doğrudur. İndi bayaqdan burada ifi, else-ni baxın biz aid eləmişdik bu vəziyyətdə. Gəlin bir dənə silməyək. Yəni aid eləyirdik dövrün başlanğıcında. İndi bax burada yazıram bircə dəqiqə. Baxın bax indi continue-nu burada yazmışam və buraya qədər buradan silmişəm. Sizcə indi cavab neçə olar? Yəni indi neçə alarıq burada? Aha, deməli, kontinuunu bu vəziyyətdə yazanda alacağıq sadəcə 1. Bəli, tamamilə doğrudur. İndi diqqətli olaq. Baxın, yoldaşlar. Burada i-nin qiymətini gətirdik, yazdıq. 13 və 9 yazmışam. 13-ün 2-yə bölünməsindən alınan qalıq sıfırdırmı? Şərt doğru deyil. Düzdürmü? Şərt doğru deyil və biz continuunu gördük. Continuunu görən kimi və continuuda heç bir şərtə aid deyil də görən kimi özündən aşağı düşməyə imkan vermir. Yəni heç nə icazə belə deyək də, icazə eləməyə, işlətməyə imkan vermir. Təzədən 21-də bir də müraciət eləyirik. 21-də də şərt doğru olmur, özündən aşağı düşməyə imkan vermir. Gəlirik çapa, S bərabərdir S plus 1 bizim üçün qaytaracaq sadəcə 1-i. Ona görə də doğru cavabımız olacaq 1. Yəni doğru cavab variantımız alacağıq sadəcə 1-i. Bəli, tamamilə doğrudur. Növbəti indi continue'nu baxın bax burada yazmışam. Bircə dəqiqə. Continue'ni buradan yazmışıq. Baxaq görək necə olacaq buradan. Aha. Belə olanda cavabımız neçə olacaq sizcə?
Aha, baxaq görək bu vəziyyətdə qiymətimiz nə çap olunacaq? 17. Bu vəziyyətdə 17 olacaq. Niyə görə? Baxın, i bərabərdir 13 və i bərabərdir aldıq 21-i. 13-ün 2-yə bölünməsi şərt doğru deyil. 13-ün 3-ə bölünməsi şərt doğru deyil. Burada s bərabər olacaq s plus 6, s plus 1 olacaq 7. Kontinuunu gördük. Kontinu deyir ki, məndən aşağıdakını icra eləyə bilmərsən. Bundan aşağıda da komanda yoxdur. Ona görə də, yəni sanki təsirsiz element kimi olur. I bərabərdir 21. 21-in 2-yə bölünməsi doğru deyil. 21-in 3-ə bölünməsi doğru olacaq. S bərabərdir S plus 2 olacaq 9. 21-in 2-yə bölünməsi doğru olacaq. 9 plus 6 olacaq 15. S-in üzərinə 1 gələcək 16. Yenə kontinuunu görürük. Kontinuudan aşağıda bir komanda olmadığına görə S bərabərdir S plus 1 olacaq 17 və çap edəcək bizim üçün 17-ni. Bu aydın oldu mu? Başa düşdükmü bunu? Bəs buraya yazsaq necə baş verər? İndi bir dənə bunlara baxaq. Gəlin bir dənə buraya da baxaq. Çünki mən sizə hər bir yönünü deyim ki, siz testdə qarşınıza çıxanda problem yaşamayaq. İndi buraya baxaq. Bax, bu vəziyyətdə yazmışıq. Necə olacaq? Deməli, cavablarımız nə olacaq? Gəldik, run elədik proqramımızı, aldıq cavabımızı sadəcə 1. Bəli, cavabımız sadəcə 1 olacaq. Niyə görə? Baxın, 1 aldıq cavabımızı. Baxaq görək niyə görə. Baxın, i-nin qiyməti bizim üçün ilk vəziyyətdə 13-dür, daha sonra isə 21-dir. 13-ün 2-yə bölünməsindən alınan qalıq 0 deyil. 13-ün 3-ə bölünməsindən alınan qalıq 0 deyil və gəldik Breyakı gördük. Breyak özündən aşağı düşməyə və özündən yuxarıdakı heç şey icra eləməyə imkan vermir. Ona görə də burada dayanır. Çapa müraciət eləyə bilir. S bərabərdir S plus 1. 0-ın üzərinə 1 gəldik. Oldu 1. Və 1 çap olunmuş olacaq. Ən sonda 21 yox, 1 olur. 13-ün üstə 8 gələndə 21 olmur ki, 21 olmurmu? 24 son qiymətdir. Yəni forda biz 21 forda 13-ün üzərinə 8 gələndə 21 olur da. Yəni ilk qiymətimiz 13-dür, son qiymətimiz aha. Yəni bu dərsin özünün 21-i yoxlamır. Çünki Breyakı görən kimi dayanır da. 21-ə niyə müraciət eləyək ki, Breyakı harda görür, o dəqiqə dayanır da. Yəni Breyak bəs bayaqdan öyrənirik. Breyak nə edir? Breyakı görən kimi dayanır. Ona görə 21-ə müraciət eləməyəcək. Doğru alanda da, yəni doğru alanda da dayanır, Breyakı görəndə də dayanır. Biz Breyakı harda yazmışdıq? Ay yoldaşlar, biz Breyakı ya heç bir ifin altına yazmamışıq ki, başlanğıcda yazmışdıq da, yəni buralarda yazmışdıq. Buralarda olanda, yəni ona gəlir çatır da, şərt doğru olsa da olmasa da ona gəlir çatır. Ona gəlib çatdığına görə onu görür və orada dayandırır.
Yəni biz yazdığımız əvvəllər bunun altındaydı və buraya burada olanda bu ifdən asılı idi sadəcə, bu ifin şərtindən. Amma indi mən yazmışam burada. Burada olanda şərtdən asılı deyil. Biz onu görən kimi dayandırırıq. Yəni buraya görən kimi dövr dayanır. Bəs bayaqdan elədiyimiz hara getdi? Bunlara aid idi də. 21-in alınma səbəbi də ki, çox sadə forun qiymətləri i13 olacaq. Burada irəli addımların sayı 8-dir, son qiymətimiz də 24-dür. 21-in üstünə 8 gələndə, 13 üstə 8 gələndə 21 vermirmi? 21-in üzərinə 8 gələndə artıq bizə 29 verəcək. Son qiymətimiz 24-dür. Bu da aşıb getmiş olacaq. Yəni ona görə də i-nin qiyməti 23 və 21 olur. Yəni 24 son qiymətdir. Son qiyməti ala bilmədik axı. İndi bu vəziyyətdə də proqramı çalışdıran zaman bizim cavabımız olacaq 8. Niyə görə? E-nin qiyməti 13-dür, bir də i-nin qiyməti 21-dir. Buradan gəldik və bu buraya heç bir şərt operatorundan asılı deyil. Özünə sərbəst buradadır. Biz buna gəlib çatan kimi dayanacaq. Yəni buna maraqlı deyil ki, yuxarıda hansısa şərt doğru olsun və yaxud da yalan olsun. 13-ün 2-yə bölünməsindən alınan qalıq doğru deyil. 13 doğru deyil. Burada doğrudur. S bərabər olacaq 6. S bərabərdir S plus 1, 7. İndi buraya yaxı gördük. Buraya yaxı gəldik, çatdıqsa, onu gördüksə dövr dayanır. Ya yuxarıya qalxmağa imkan vermir, ya da aşağıya. Çapa gəlir. S bərabərdir S plus 1. 7-nin üzərinə 1 gəldik, oldu 8 və 8-i çap etmiş olacaq. Yəni ona görə də ekran nəticə olaraq çap eləyir 8-i. Aydın oldu mu? Başa düşə bildikmi? Hər hansı bir problem yoxdur ki. Yəni anlaya bildikmi indi hardan gəldiyini, başa düşə bildikmi, necə oldu? Yəni biz bu vəziyyətdə əgər breakla continue hər hansısa bir şərt operatoruna aid deyilsə, özünə, yəni if-lə, else ilə yazıldığı yerdə sərbəst yazılıbsa, onda bu vaxtı o dövrün başlanğıcındakı kimi olur və ona müraciət olunan zaman, ona gəlib çatan zaman dövrü dayandırır. Aydın oldu mu? Başa düşdükmü? Aha. İndi gəlin keçək başqa fərqli suallarımıza, fərqli sual nümunələrimizə. Ki görək, yəni indi yəni bu forun, ifin, else-nin, yəni breakdan bir dənə gəlin qəbul sualı yazaq görək. Yəni qəbulda qarşımıza çıxmış nümunələrimizdən yazaq görək necə olacaq. Deməli, aha, indi artıq yəni forun siyahılarla işlənməsi metodlarına baxırıq. Bax, siyahılarla işlənməsi metodlarına baxırıq. Yazıram burada. Birinci geniş izah verəcəm. Daha sonra sizə müraciət edəcəyik. 5, 4, 3. Ondan sonra bir dənə də siyahı yazıram. 7, 3, 2 yazdım. Ondan sonra bir dənə də yazıram. 1, 4, bir dənə də 5 yazdıq. Siyahımızı bağladıq. Deməli, oldu bu vəziyyətdə. Ondan sonra gəlirəm. S bərabərdir 0 yazmışam. Sonra yazıram for i in range yazmışam 1, 2. Baxın, bax, belə bir 1, 3 yazmışam. Gəl, heç olmasa 2 addım gedək. Deməli, belə yazdıq. İndi baxın, bax, burada yazıram. S bərabərdir S plus A i i. I yazıram. Və print S dövrün başlanğıcında. Belə bir sual. Heç bir tərəddüd etmədən, yəni heç bir belə deyək də, narahatçılıq yaşamadan sualımıza giriş edə və sualımızı işləyə bilərik. Necə eləyirik? Sizdən tələb olunan ardıcıllığı yaza-yaza gedirsiniz. Bax, bu bizim 0-cı indeksimizdir. Bu 1-ci indeksimizdir. Bu da 2-ci. Bu 0-cı indeksin 0-cı, 1-ci, 2-ci, 0-cı, 1-ci, 2-ci, 0-cı, 1-ci, 2-ci elementləridir. I-nin qiymətlərini yazırıq. I bərabərdir 1, I bərabərdir 2. Bizə deyir ki, S bərabərdir S plus A, I. Yəni A, 1, birinci. Birinci indeksin birinci elementi olacaq 3. Yəni S bərabərdir 0 plus 3 olacaq 3. Demək, S-in qiymətini burada 3 aldım.
İndi keçirik, düzdürmü? Buranı düz yazdım mı? Birinci indeksin birinci elementi. İn təzədən S bərabərdir. S plus S'in qiyməti 3'dür. A ikinci indeksin ikinci elementi. S bərabər olacaq 3 plus ikinci indeksin ikinci elementi də olacaq 5. Düzdürmü? Cəmlədik oldu 8. Daha dövrə müraciətlər bitdi, qurtardı deyənə print S yazanda onda bizim üçün nəticə ekrana çıxardacaq 8'i. Aydın oldu bu hardan gəldi? Bu necə oldu? Başa düşə bildikmi? Necə yazdığını anlaya bildikmi? Başa düşdükmü? Hardan gəldi? Nətər oldu? Aha. Əminəm ki, başa düşdük. Yəni kimin harda sualı varsa verin, mən izah eləyim. Yəni silirəm sualı, sonra sualı verirsiniz. Onda problem yaşayırıq. Yazıram A bərabərdir. Növbəti bir sual yazıram. 2, 2 qəbul sualıdır. 2, 2, 1, 2, 3. Ən çox qarşımıza çıxan nümunələrdir. Deməli 1, 2, 3, sonra 2, 3. Daha sonra yazıram 5, 6, sonra 3, 6, 1. Neyse böyle bir suallar yazaq. Aha. For, in, A yazmışam. Sonra yazıram count, if a count. Yazıram böyükdür birdən, böyükdür birdən. O zaman yazıram ki remove və ən axırda print A siyahısını istəyirəm. Print A siyahısını istəyəcəm. Bu kimi suallar qəbullarda qarşımıza çıxır. Yəni belə deyək də, qəbullarda qarşımıza çıxır. Yəni ona görə də burada diqqətli olmaq lazımdır. Deməli, mən birinci sizə bunu aydın şəkildə yazacağam. Deməli, A siyahımızı onsuz da burada görürsünüz. 2, 2, 1, təzədən 2, 3, 2, 3, 5, 6, 3, 6 və 1. İ'nin qiymətləri for i in A. İ'nin qiymətləri isə bu elementlərə tək-tək müraciət eləyir. İndi baxın, bu birinci 2-ni götürürəm də 2-ni. Bildik də, yəni i'nin qiymətlərini tək-tək müraciət edəcək. 2-ni. Deyir A count 2'nin sayı birdən böyükdürsə. Birdən böyükdürsə nə deməkdir? Yəni belə deyək də, baxın bu 2'dir də, bu 2'nin sayı birdən böyükdürsə. Yəni burada 2'nin saysaq indi bizim üçün nə qədər olacaq? 1, 2, 3, 4, 4 dənədir. 4 böyükdür, bir şərti doğrudur. Ona görə də deyir ki, A remove i bu 2'ni siyahıdan çıxartdıq. Sonra keçirik o zaman növbəti bu 2'yə. İndi bu 2 A count i böyükdür 1'dən. 2'nin sayı olacaq 1, 2, 3 dənə. Yenə də böyükdür. Ona görə də bu 2'ni də siyahıdan çıxartdıq. Sonra gəldik, baxın bu 1'ə. İndi gəlirik burada 1, 1'dir də. A count 1'in sayı 2 dənədir. 1, bir dənə də 2, 2 dənədir. Ona görə də 2 böyükdür, bir şərti doğrudur deyənə biri siyahıdan çıxardacaq. Sonra gəlirik bu 2'yə. İndi burada maraqlı bir anlayış var ki, bizim ikilərimizin sayı azalır, amma siyahıda yəni görün nə qədər çap olunur. Siyahıda 3 dənə 2'ni çap edəcək. İlk qarşısına çıxan bir dənəsini çıxarda bilir də. İndi bizdə cavabda 3 dənə 2 var, amma siyahımızda artıq 2 dənəsi qalıbdı. Aha, gəlin eybi yox, davam eləyək. Gəldik 2'ni yazdıq burada. 2 bu 2'yə keçid aldıq. 2'nin sayı 1, 2, 2 dənədir. Ona görə də biz A count i, yəni həmin o 2'ni, yəni ilk qarşısına çıxan 2'ni siyahıdan uzaqlaşdırdıq. Yəni bu da siyahıdan getdi. Onda artıq qalan siyahımız olacaq bu vəziyyətdə. A remove i yazanda
Hmm. Gəldik 3-ə. 3-ə baxırıq ki, 3 2 dənədir. Bunu da çıxardacağıq siyahıdan. İndi bu 2 qalmış olacaq. Niyə görə? Çünki 2 bir dənədir. 1 böyükdür 1-dən. Şərt doğru deyil. O siyahıda qalacaq. Yəni 2-nin biri qaldı. 3-ə baxırıq. 3-ün sayı 2 dənədir. Biri bu çıxmış olacaq. 5-in sayı bircə dənədir. 5 qalacaq. 6-nın sayı 2-cə dənədir. Bu 6 çıxacaq. İndi gəldik bu 3-ün sayı bircə dənədir deyənə 3 qalacaq. 6-nın sayı bircə dənədir deyənə 6 qalacaq. 1-in sayı bircə dənədir deyənə 1 qalacaq. Sadəcə biz aldıq, bizim siyahıda aldıq 2, 5, 3, 6, 1. Amma cavabda 3 dənə 2 var. Maraqlıdır, bu 3 dənə 2-nin çap olunmasını nə ilə əlaqələndirə bilərik? Yəni 3 dənə 2-nin çap olunmasını necə ifadə edə bilərik? Aha. Nə ilə əlaqələndirə bilərik? Kimin nə fikri var? Biz axı burada, baxın yoldaşlar, indi bu problemi başa düşəcəyik niyə görə belədirsə. Print A yazaq. Hər indi icra elədiyimiz addımı görmüş olacağıq burada da ki, hər icra olunan addımda nələr çap olunur. Baxın yoldaşlar. Bu bizim indi tam problemi görmüş olacağıq. Bax bu bizim siyahımızdır da, düzdürmü? Biz birinci, gəlin diqqətli olaq. Baxın, bax, buradan cavablarla tam tapmış olacağıq. Deməli, siyahımız belədir. 2-ni yoxladıq. Baxın, bax, 2-ni yoxladıq. 2-nin sayı birdən çox oldu deyənə bu 2-ni siyahıdan sildi. Bax, biz bax, bunu silmişdik də. Bax, bunlar qalmışdı. Burada cavabda da elədi. 2, 1, 2, 3 bax, bu ardıcıllıqla gedir. Sonra biz gəlirik, baxın bax, bizim bax bu siyahımız qaldımı? İndi A siyahımız oldu belə. Ondan sonra gəlirik, baxın A siyahımız belə olanda bu ikini yoxlayırıq. Bu ikinin sayı, bu ikinin sayı. O, bilsiz niyə görə digərlərini silmədi? Çünki ilk qarşısına çıxan yalnızca bir elementi sildi. Bax, ilk qarşısına çıxan yalnızca bir elementi bircə dəfə sildi. Ondan sonra qarşısına çıxan ikini silmədi. Bax, ondan sonra qarşısına çıxan ikini silmədi. İndi biz bu ikilər olan hissəni dəyişib gəlin 9 eləyək. Yəni təkcə 2 üçün deyil də, o eyni olan elementlərdən, yəni dövr neçə dəfədə davam etsə, eyni olan elementlərdən, deməli bizim ikilərimizin sayı neçə dənə idi? 4 dənə idi. Bir dənə də bura, bir dənə də bura 9 yazaq bu vəziyyətdə. Deməli, baxın bax, indi diqqətli olaq, bircə dəqiqə görəcəksiniz fərqi. Baxın, ən sonda bizim üçün, yox, onda doğru olmadı axı biz dediyimiz qayda ödəmədi. Deməli, yox, biz dediyimiz qayda düz olmadı axı. Baxın, 9 ilə yazdım. 9 ilə yazanda doğru vermədi axı. 9-un sayı birdən artıq oldu. Bir dəfə sildi. Onda burada da gərək 3 dənə 9 saxlayardı. Amma ən sonda burada 3 dənə 9 saxlamayıbdı. Yəni sadəcə bir dənə 9 saxlayıbdı. Yəni onda elementə görə deyil. Bunlar arasında nə isə fərqli bir qayda var. Çünki baxın burada biz 2-ni bu vəziyyətdə yazanda 2-ni bu vəziyyətdə yazanda 2 də silmədi. Amma 9-u yazan kimi 9 da siləcək. Bir artıq deyə. Aha, bu vəziyyətdə yazdıq. Baxın, bax, burada bizim 1, 2, 3, 4 dənə 2-miz var da.
Əgər belə bir qayda ilə baxdıq ki, eyni elementdən neçə dəfə müraciət eləyirsə, yalnız bir dəfə silir. Bizim də 4 dənə 2-miz var. Bir dəfə sildi, 2 dənəsi qaldı. Hə, bunu burada başa düşdük. Bəs indi biz bu 2-ni başqa bir element ilə əvəz eləsək, məsələn, yazaq 7 yazım, gəlin. Bax, bu 2-ləri 7 eləyirəm. Onda da, yəni 2-yə dediyimiz o 4 dənə 2-dən, 4 dənə 2-dən necə ki 3 dənəsini saxlamışdısa, indi də indi də baxın 3 dənə 7-ni saxladı, indi ödədi. Gəlin bir dənə 9-u təkrar bir də yazaq görək. 9-da nə olacaq məsələ? 9-u təkrar bir də yazaq. 7-lər 9 ilə əvəzlədik. 9-da 9-da da çıxartdı. Mən bayaq bəs niyə görə görmədim onu? 9-da da çıxartdı. Çünki bilgilərimizi ümumiləşdirək, bu vacib bir sualdır. Aha, deməli onda burdan, baxın yoldaşlar, eyni olan bir neçə dənə element varsa, onu biz yalnız bir dəfə silmə imkanı var. İndi yalnız bir dəfə silmə imkanı var. İndi gəlin o ikilərin sayını da cüt qədər yox, ikilərin sayını da tək eləyək. Baxın, o ikilərin sayını da tək eləyək. Bircə dəqiqə, baxın, bax. Belə idi də, bayaq yazdığımız belə idi. 4 dənə 2. İndi bu 4 dənədir də ikilər. İndi gəlin bu ikilərin sayını cüt tərkə görə fərqləndirək. Görək niyə görə belə çıxardır? Tam aydınlıq tapaq da. Deməli, bayaqlarım biz ədədlərin sayı 4 dənə idi. Cüt saydaydı, düzdürmü? İndi o ikilərin sayı tək saydadır. Yəni 3 dənədir. 3 dənə ikilərimiz var. Onda da yenə də 3 dənədirsə, yəni 2 dənəsini siləcək, birini baxın saxlamış olacaq. Eyni qayda bax 3-ə də aid eləyibdir. Üçlərin sayı 3 dənədir deyənə, baxın burada üçlərin sayı 3 dənədir deyənə, bir dəfə 3-ü silir, daha sonra siyahıdan bir də həmin elementi silmir. Yəni bir də təkrar həmin elementi silmir siyahıdan. Yəni bir dəfə silir. İndi lap 5 dəfə yazaq görək. 5 dəfə yazanda necə olacaq? 2, təkrar bir dənə də 2 yazaq, olsun 5 dənə. İndi yenə də continue vurduq buna. Baxın, bizim indi 5 dənə idi. İndi burada 3 dənə 2-mizi çıxardıbdı. Deməli 2, 5 dənədir, amma indi 2 dəfə silibdi, qalanlarını da silməyibdi. Ardıcıllığı başa düşə bildikmi necə işləyirsə? Yəni ardıcıllığı başa düşə bildikmi necə olacaq? Yəni hansı qaydada? Del yəni indeksi silir də. Biz burada elementə baxırıq, indeksə baxmırıq axı. Biz elementə baxırıq, indeksə baxmırıq. Yəni biz element ilə işləyirik. Çünki for i in a yazmışıqsa, bu elementə müraciət edir. İndeksə müraciət etmir axı. Yəni element ilə işləyirik. Del siyahıdakı indekslərlə işləyəcək. Biz indekslərlə işləmədik axı. Siyahının özünə baxdıq. Qarşına çıxan təkrarlanan ədədi yalnız bir dəfə silir. Bəli, bax bunu qayda kimi yadımızda saxlamaq lazımdır. Çünki bu qəbul sualı olubdur. Yəni qəbul sualı olubdur. Əla, çox qəşəng, çox gözəl. Növbəti bir siyahılarla işləməyə aid, yəni siyahılar, metodlar, funksiyalara aid olan tapşırıqlara baxaq. A bərabərdir, boş bir siyahı yazmışam. For, i, in. İndi burada yazıram range, baxın bax range. Ondan sonra yazıram 1, 10, bir dənə də yazmışam 3. Belə bir qayda. Və ondan sonra deyirəm ki, A bərabərdir. A plus i vurulsun 2. Baxın, i vurulsun 2 yazdım. Və gəlirəm burada for, i, in, range yazdım range. Range yazandan sonra yazıram 1, 3. Məsələn, bu qəbullara düşən sualdır. Bax, 1, 3 yazıram. Ondan sonra yazıram A, i minus 1. A, i minus 1 bərabər olacaq A 3 minus deməli i minus i üstə gəlinsin 3 eyni zamanda A 3 minus i sonra yazıram 3 minus i bərabərdir A i minus 1 üstə gəlinsin deməli
i minus 1 üstə gəlinsin. Tutalım 6 və burada da yazıram print a. Baxın, print a yazmışam. Belə bir şey. İndi burada bu siyahımız necə işləyəcək? Yəni buna necə müraciət eləyəcəyik kimi anlayışlarımızda baxanda A siyahısı sonda dəyişib olacaq bu vəziyyətdə. İndi burada görürsünüz ki, forlar hər biri özü özünə ayrıdır. Yəni hər biri özü özünə ayrı icra olunacaq. Heç biri biri-birindən asılı deyil və hər biri özünə ayrıca təkdir. Onda burada birinci foru işlədirik. Deməli, i-nin qiyməti olacaq 1, 1-in üstünə 3 gəldik 4, 4-ün üstə 3 gəldik, oldu 7. I bərabərdir 1-də, A bərabərdir, bax bu boşluq, üstə gəlinsin, I vurulsun 2. 1-i 2-yə vuranda olacaq 2. 2 dənə siyahının toplanması mümkündür, olacaq 2. I bərabərdir 4-də, A-nın artıq son qiyməti 2 olacaq. I vurulsun 2, 4-ü vurduq 2 olacaq 8, olacaq deməli 2 və 8. A bərabərdir. Siyahın son qiyməti 2, 8 olacaq. 7 vurulsun 2 olacaq 14. Yəni alacağıq 2, 8 və 14-ümüzü. Ondan sonra gəlirik burada. A bərabər olacaq bizim üçün. Deməli, baxın, yazmışıq 2, 8 və 14-ə. İndi buna uyğun olaraq alt elementlərə baxırıq. Deməli, i bərabər olacaq 1 və i bərabər olacaq 2. I bərabər olanda 1-ə 1-dən 1 çıxırıq. Olur A sıfırıncı indeksimiz bərabərdir. A 3 çıxılsın 1 ikinci indeksimiz üstəgəl 3. Bu 0-dır, bu 1-dir, bu da 2-dir. Deməli, ikinci indeksimiz 14-dür. 14-ün üzərinə 3 gələndə olacaq 17. Deməli, baxın, bu 2-ni dəyişəcəyik, olacaq 17. Sonra o birisi sətir A bərabərdir. 3-dən 1 çıxırıq. A ikinci indeksimiz bərabərdir. A sıfırıncı indeksimiz üstəgəl 5. 17-nin üzərinə 5 gələndə alıram, deməli 23. Gəlirəm ikinci indeksi dəyişib yazıram 23. I bərabərdir 2-də. A 2-dən 1 çıxıram. Olacaq birinci indeksimiz. Sonra burada birinci indeksimiz bərabər olacaq. A 3-dən 1 çıxırıq, deməli olacaq A ikinci indeksimiz üstəgəl 3. İkinci indeksimiz olacaq 23. 23-ün üzərinə 3 gəlirik, bizə qaytaracaq 26. Gətirdik, yazdıq 26. Sonra A birinci indeksimiz bərabər olacaq. A birinci, burada nəysə səhv yazdım deyəsən bircə dəqiqə. 2 yazanda 2-dən 1 çıxdım 1. Burada A birinci indeksimiz üstəgəl 3 olacaq. Birinci indeksimiz 17-dir. 17-nin üzərinə 3 gələndə biz alırıq, deməli, bircə dəqiqə. Deməli, i-nin əvəzinə 2 yazmışıq. 2-dən 1 çıxanda 1. Burada da təzədən A1 üstəgəl 3 olacaq. A1-imiz də biz nə almışıq? 8 idi da. 8-in üzərinə 3 gələndə alırıq 11. Sonra təzədən gəlirik. A birinci indeksimiz olacaq bizim üçün 2 yazanda A birinci indeksimiz üstə gəlinsin 6. Birinci indeksimiz bizim üçün deməli 11-dir. 11-in üzərinə gəldik 6-nı, aldıq 17. Burada 6 olmalıdır, səhv yazmışam. Burada olacaq 17. Gətirdik, yazdıq 17. Deməli, A siyahısı öz elementlərini dəyişdi. Oldu 17, 17 və 23. Yəni, hər növbəti addıma keçəndə siyahı öz qiymətini dəyişir. Bax, burada əsas mərhələmiz bundan ibarət idi ki, bunu dərk eləyək ki, hər növbəti addıma gedəndə siyahı öz qiymətlərini dəyişdirmiş olacaq. Aydındırmı? Başa düşdükmü? Gəlin birini sizə verək, görək siz necə yazacaqsınız. Birini sizə verək, siyahılarla bağlı işdə. İndi burada deməli, gəlin yazaq. Deməli, A bərabərdir, yazmışam, deməli, siyahıda 3, sonra deməli 3,
0 len A yazaq, deməli. Ha, alaq görək nə yazırıq, nə alırıq? S burada siyahı olmalıdırmı? Yox, yəni siyahı olmur. Çünki indeksin özünə müraciət edərək elementin cəmlənməsi mərhələsi var. Yəni ona görə də yox, orada yəni problem olmayacaq. Problem olmur. Cavabımız 48 olacaq. Çünki bunu çalışdıranda da, yəni gördük ki, 48 alınır. Gəlin icra eləyək, görək necə olacaq.
For i in a, sıfır len a. Len a simvolların sayıdır. 1, 2, 3, 4, 5, 6 olacaq. Deməli, onda bizim i'nin qiymətləri 0, 1, 2, 3, 4, 5 olacaq. Bu sıfırıncı, bu birinci, ikinci, üçüncü, dördüncü, beşinci belə gedəcək. Əgər A sıfırıncı indeksimiz sıfırdan böyükdürsə, yəni 3 böyükdürsə sıfırdan, onda S bərabərdir S plus A ikinci indeksimiz. S'in qiyməti sıfırdır. Üstə gəlinsin 3 bizə qaytaracaq 3-ü. Birinci indeksimiz -5. -5 böyükdürmü sıfırdan? Şərt doğru deyil. LC-yə keçirik. 3 çıxılsın. -5 bizə qaytaracaq 8-i. 7 böyükdürmü sıfırdan? Şərt doğrudur. 7 plus 8 olacaq 15. -9 böyükdürmü sıfırdan? Burada şərtimiz doğru olmayacaq. Olacaq 15 çıxılsın. -9 alırıq. Deməli, müsbət 24. 11 böyükdür sıfırdan. Şərt doğru olacaq. 24 plus 11 bizə qaytaracaq 25. -13 böyükdür sıfırdan. Şərtimiz doğru olmayacaq. 25 çıxılsın, -13. O da bizə qaytaracaq. Burada 35 olur. Burada 30 olacaq. Deməli, olacaq 48. Deməli, ən sonda ekrana çıxan cavabımız olacaq 48. Aydındırmı? Başa düşdükmü? Bura qədər kiminsə sualı varmı? Qaranlıq qalan, nəyi bilmədik, nəyi başa düşmədiksə soruşaq. Hı -hı. Heç kəsdə sual yoxdursa, bugünlük kifayətdir. Bugün öyrəndiklərimizi test üzərində öyrəndik ki, daha çox, yəni möhkəmlənsin. Bugün ev tapşırığımızı həm Kodeyradan, həm də Dövlət İmtahan Mərkəzinin, yəni testindən verəcəyik. Deməli, birinci gəlin baxaq. Kodeyradan biz sizinlə 12.4-ə qədər işləmişik də, düzdürmü? Elə işləmişdik Kodeyranı. 12.4-ə qədər işləmişdik. Qalanlarını səhv eləmirəmsə işləməmişik. Mən belə xatırlayıram. Bir dənə birivizdə aydınlıq gətirin. Aha. 12.4-ə qədər işləmişik. Əla, nə gözəl. İndi bu günlərim Kodeyradan, yəni yenə də əslində çox verə bilməyəcəm, çünki burada while-ı keçməmişik deyənə yenə də çox vermək olmur, amma 12.5-i götürək, deməli 12.4-ü işləmişik. 12.5-ə baxın. Bir də Dimin kitabından işləyərik inşallah. Deməli, yox, 12.5-i də işləyə bilmirik. Çünki burada da while var, keçməmişik. Eyb yox, bu qalır. Dövlət İmtahan Mərkəzinin kitabındakına baxaq. Deməli, hmm, aha, deməli götürərik Dövlət İmtahan Mərkəzinin kitabından Python proqramlaşdırma dili, sabit dəyişən və kəmiyyətlər, verilənlərin daxil və xaric olunması, yəni bölmə 1 ilə, çünki oradakıların hamısını keçmişik. Bir də baxaq görək bölmə 2-mizdə nə var? Bölmə 2-mizdə dövr operatoru, ədədlər üzərində əməllər, amma bunu vermirəm də, çünki orada da keçmədiklərimiz var. Bələdçidən sonuncu dəfə nəyi öyrənmişik? Siyahılar üzərində əməllər, düzdürmü? Onda bələdçidən sonuncu siyahılar üzərində əməllər, bələdçidən götürürük deməli Python şərt operatoru, ev tapşırıqlarını indi bura yazacağam qrupunuza. Deməli, deməli, informatika bələdçi kitabından, testləri yəni yəqin ki işləyirsiniz. İnformatika bələdçi kitabından
şərt operatorunu, bir də şərt operatorunu, bir də Dövlət İmtahan Mərkəzinin kitabından bölmə 1-i. Yəni DİM-in kitabından elə birincini, DİM, yəni Python'ın sadəcə bölmə 1-ini, yəni DİM-in Python'a aid olan hissəsindən bölmə 1-i. Bu vəziyyətdə başqa heç nə vermirəm. Çünki belə deyək də, hələkilik üst-üstə yığmayaq. Çünki digərlərində şərt dövr operatorunu işləmişdiniz. Hə, Python işləmisiniz, onda heç nə, onda çox az olsun. Bir dənə bələdçidən olsun, bir dənə deməli, çünki digərlərini hələ keçməmişik. Bələdçi olmasın, onda bələdçi olmasın. Dövlət İmtahan Mərkəzinin kitabından, yəni Pythona aid olan birinci testləri. Vəssalam, başqa heç nə. Yəni bir dənə bu olsun. Gələn dəfə indi biz while-ı öyrənərik, biraz mürəkkəb siyahılar üzərində əməllər öyrənərik, ondan sonra daha yaxşı verərik. Yəni hər şeyi qrupa atırıq, yəni hamısı da qrupunuzda olmalıdır testləri. Eee, yəni qrupunuzda olmalıdır hamısı. Yəni 12.4-ün 25-dən sonra olanını. 12.4-ü vermişik sizə. Olduğu zaman sağ olun, sağlıqla qalın. Görüşərik inşallah.